Dövlət Akademik Filarmoniyasının salonunda bu dəfə Azərbaycan musiqisinin zərifliyi ilə Serbiya mahnılarının ritmik gücü qovuşdu. Azərbaycanın Mədəniyyət Naziri Adil Kərimli və Serbiyanın Mədəniyyət Naziri Nikola Selakoviçin də iştirakı ilə Azərbaycan-Serbiya Mədəniyyət Körpüsü adlı konsert proqramı keçirildi. Səhnəyə çıxan əməkdar artist Afaq Abbasova Asəf Zeynallının ölkəm əsəri ilə dinləyiciyə doğma hisslər yaşatdı. Konsertdə İtaliya Opera Məktəbinin incə və dramatik ariyaları, Fransız operasının zərif və axıcı melodiyası da səsləndi. Macar operasının yüngül və oynaq ruhu isə proqrama xüsusi rəng qatdı. Tenor Fəhmin Əhmədli isə xalq artisti Tofiq Quliyevin Sənə də qalmaz əsərini və İtaliya operasından seçilən ariyanı təqdim etdi. Mən inanıram ki, belə bir tədbirlərin keçirilməsi bizim ölkəmizin mədəniyyətinə və o cümlədən Serbiyanın mədəniyyətinə bir növ dostluq nümunəsidir və bu da bizim gələcək mədəni əlaqələrimizin gözəl şəkildə qurulmasına bir töhfə verir. Serb musiqisi isə eyni səhnədə tamam başqa bir ovqat yaratdı. Serbiyalı opera ifaçısı mezzo-soprano Ljubica Vranićin xalq mahnıları və ənənəvi vokal əsərləri səsləndirdi. Musiqili gecə iki fərqli ifadə üslubunun bir-birini tamamladığı canlı və təsirli bir ahəngə çevrildi. Arzu Yusifel, Güneydarov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.